Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Lakin gecə saatlarda bəzi yerlərdə qar yağacağı da ehtimallı olur. Sabah gündüz şimal-qərb küləyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə saatlarda 1-4 dərəcə aşağıda, gündüz saatlarda isə 1-4 dərəcə isti olacağı gözlənilir. Azərbaycan rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.